Bütün uşaq cərrahlarının kabusudur bu. Çünki enində sonunda o uşaqlar cərraha əməliyyatla müalicə olunurlar. Doktor, qəbiz uşaqlar nə üçün uşaq cərrahına müraciət etməlidirlər? Deməli, qəbizlik həm etiologiyası, həm də klinikası açısından çox geniş yelpazədə dəyərləndirilən bir mövzudur. Qəbizliyin həm araşdırılmasında, həm də müalicəsində bizim çiyinlərimizə çox yük düşür. Burada biz eyni zamanda həm pediatrlarla, həm də digər ixtisas sahibi həkimlərlə ortaqlaşa çalışırıq. Amma regionumuzda ixtisaslı həkimlərin azlığı səbəbi ilə biz bunların çoxunu dəyərləndirmək məcburiyyətində qalırıq. Amma cərrahın buradakı önəmi qəbizliyin altında yatan orqanik patologiyanın varlığı səbəbi ilə iləride cərrahi gərəkə biləcək və ya cərrahiyə ehtiyacı olmayan, konservativ müalicə olunan xəstələrin dəyərləndirilməsidir. Bizim Hirschsprung dediyimiz bir xəstəlik var. Bütün uşaq cərrahlarının kabusudur bu. Kabusu deməyim, yəni uşaqlarda görmək istəmədiyimiz bir xəstəlikdir bu. Çünki enində sonunda o uşaqlar cərraha əməliyyatla müalicə olunurlar. Onun üçün dəyərləndirmə ilk öncə bizim üzərimizə düşür. Bu xəstəliyin bəzi əlamətləri var. Belə ki, yeni doğulan dönəmində uşaqların ilkin kakasının 24-48 saatdan sonra etməsi, yəni gecikmiş mekonium çıxışı deyirik buna. Ondan başqa kakaların patlar tarzda, püskürür tərzdə olması, pis qoxu verməsi bu uşaqların bu xəstəlik açısından işarət verən sinyallarıdır. Bütün bunlara baxmayaraq, xəstəliyin dəqiq diaqnostikası bağırsaqdan aldığımız biopsiya materialında qanqlyon, yəni sinir hüceyrələrinin olmaması ilə qoyulur. Onun üçün xəstələrin qəbizlik problemində uşaq cərrahına müraciət etməsinin altda yatan ən böyük səbəblərindən birisi də məhz budur.